Salam dəyərli tələbələr, hər vaxtınız xeyirli olsun. Bu gün sizinlə birlikdə Windows 11 əməliyyat sisteminin son izah videosuna baxacağıq. Yəni bu video izahla da artıq biz Windows 11 əməliyyat sistemini tam olaraq yekunlaşdırmış olacağıq. Hər şey daha mükəmməl olsun istəyirsinizsə, təbii ki bu 4 hissəni izlədikdən sonra Windows 11 əməliyyat sistemi testlərini də yazacaqsınız. Testlərini yazandan sonra hər şey öz yerinə oturacaq. Yəni sizə çətin görsənən bu Windows əməliyyat sistemini parçalayıb tam bitirmiş olacaqsınız. Belə. Keçən səfər biz bir xeyli şey haqqında danışdıq, qovluqlar, File Explorer proqramı haqqında danışdıq. Daha sonra faylların seçilməsi, düzdür? Bu tip şeylər haqqında danışdıq. Ümumi pəncərələr haqqında da məlumat vermişdim mən sizə. Gəlin bugün mübadilə buffer anlayışı ilə başlayaq. Daha sonra kontekst menular, sonra ekranımızın fərdiləşdirilməsi və bununla da dərsimizi tam olaraq yekunlaşdırmış olaq. Yəni bilmədiyiniz bir şey qalmış olmasın. Əslində bu qədər mürəkkəb deyil. Qəbulumuza düşən suallar təbii ki, çox bəsit olur. Siz də imtahanda onları çox rahat şəkildə yaza bilərsiniz. Birinci mübadilə buffer anlayışı ilə başlayaq. Mən bayaq yazmışdım. Sadəcə video yarımçıq qaldı. Təzədən yenidən davam eləyək. Bizim Windows 11 əməliyyat sistemində mübadilə buferi görünməz bir qutudur və həmin qutu bircə element saxlayır. Qarşısına baxın 1 yazmışam. Mübadilə buferinin əmrləri hansılar deyə sual versələr, cut the copy-dir. Sonra snipping tool deyə bizim bir qayçı proqramımız var. Yəni budur. Ekran şəklini çəkir. Bir də print screen deyə düyməmiz var ki, klaviatura düyməmizdir. Pırını, sıcını görək buradan tapa bilirik. Aha, buradadır. Yəni ekran şəklini çəkən mübadilə buferini yerləşdirən bir klaviatura düyməsidir. Mübadilə buferinin əmrləri bax bunlardır. İndi hər hansısa bir şeyi biz ekranda kəsiriksə, məsəl üçün bu faylı deyək ki, kəsiriksə, düzdür? Bu faylımız aktivdir. Hətta gəlin birinci o faylı bağlayım. Aha. Faylımızı məsəl üçün kat ediriksə, onun rəngi solğunlaşır. Nə olurmuş? Solğunlaşırmış. İndi solğunlaşmasının səbəbini də orada göstərəcəm, yazmışdım. Bu hal-hazırda burada deyil, yəni burada yoxdur mənasındadır. Deyək ki, get məni yapışdır ki, mən də görsənim. Gəlirik bu qovluğun içərisinə, paste əmrindən istifadə edirik və həmin faylımız yapışır. Ekrana baxırıq, həmin fayl yoxdur artıq. Oldu mu? Həmin faylımız yoxa çıxmış oldu. Başqa bir fayl yaradaq, adını qoyaq Canan. Aha. İndi bir də var kopyalayaq. Kopyalayan zamanda düşür mübadilə buferinə. İndi biz kopyaladıq, o bayaq kat elədiyimiz şey mübadilə buferindən çıxdı, bu kopyaladığımız şey mübadilə buferinə düşdü. Elə bir-birlərini əvəzləyirlər. Ən son yerinə nə yetirirsənsə, o mübadilə buferinə düşmüş olur. Bu da düşdü, indi yapışdırmaq üçün yer gözləyir. Paste əmrinə basıb yapışdıra bilərsiniz. Bir dəfə yapışdırdıq. Həm bu qovluğun içərisinə yapışdıra bilərsiniz. Paste elədiniz, yapışdı. Görürsünüz ekranda da qaldı, orada da qaldı. Yəni copy ilə cut'ın zaten fərqi budur. Biri yerində saxlayır, biri yerində saxlamır. Oldu. Nə qədər yapışdıra bilərik? Mübadilə buferindən silinənə qədər. Ay müəllim, necə silinəcək? Gəlin bu səfər qovluğu götürək, kat edək. Düşdü mübadilə buferinə. İndi mən gəlib hər hansısa bir yerdə yapışdırmaq istəsəm nəsə, oldu mu? Paste elədik. Qovluğun özünü qovluğun içinə yerləşdirmək biraz məntiqsiz çıxır deyə təbii ki, bu prosesi yerinə yetirməyəcək. İndi amma mübadilə buferimiz qaldı boş. Ay müəllim, hardan bilək? Görürsünüz, paste əmri nədir? Passivdir. Nəsə yoxdur ki, yapışdıra bilək. Mübadilə buferimiz boşaldı. Oldu mu? Bu şəkildə artıq yəni boşdur. Gəldik. Yenə girdik bu sənədin içərisinə. Yazmışıq ki, solğun görsənməsinin səbəbi nədir? Nəyisə kat etmək və yaxud da hidden atributundan istifadə edib onu gizlətmək. Onun rəngini o formada solğun göstərə bilir. Oldu mu? Sonra başqa bir mübadilə buferi də var Windows 11 əməliyyat sistemində. Həmin mübadilə buferimiz, yaza bilsəm deyəcəm. Həmin mübadilə buferimiz 25 dənə element yadda saxlaya bilir. Neçə dənə? 25. Əgər Windows 10-dan fərqli deyilsə, yəni eynidirsə, Windows 10-da 25 idi, burada da çox güman ki 25 dənədir. Gərək oturum tək-tək onu sayım. Mübadilə buferimiz neçə element saxlayırmış? 25. Amma həmin mübadilə buferin yadda saxladığı şeylər tamam başqa bir şeylərdir. Bir mətnləri yadda saxlaya bilir. Bir də ki, şəkilləri. Ekran şəkilləri falan çəkdiyimiz, bu da snipping tool-la, print screen-lə çəkdiyimiz şəkilləri yadda saxlaya bilir. Hər hansı bir qovluğu, faylı yadda saxlaya bilmir həmin mübadilə buferi. Və həmin mübadilə buferi bizdə Windows V düyməsi ilə aktivləşir. Hansı düymə ilə aktivləşirmiş? Windows V düyməsi vasitəsilə. Gəlin aktivləşdirək. Bu bizim mübadilə buferimizdir. Az əvvəl səhv eləmirəmsə mən yandırmışam artıq, yəni mübadilə buferimin işə düşdüyünü demişəm. Fikir verin, hər hansı bir yazı, mübadilə bir sözünü götürək. Kopyalayaq, Ctrl-C-yə basıram və yaxud da Word-ün içində kopyaladım. İndi WinV-yə basıram, gördünüz bizim yazımız düşdü bunun içərisinə. Başqa məsəl üçün mübadilə buferi 25 sözünü götürək, Ctrl-C-yə basıram, WinV eləyirəm, yenə düşmüş olur ora. İndi gəlin ekranı hər hansı bir hissəsini qayçı ilə kəsək, Snipping Tool proqramında hal-hazırda görürsünüz. Məsəl üçün deyək ki, bu hissənin belə şəklini çəkirəm, hətta bir də belə, ola bilsin bu hissə qəbulumuza düşdü bu il. Aha. Düşdü mübadilə buferinə, WinV-yə bastıq. Gördünüzmü?
Niyə 2 oldu? Orası maraqlıdır. Bəlkə 2 dəfə basmışam deyə və s. Yəni onu boş verin. Və bu formada 25 dənə element saxlaya bilir. Bax bizim bu mübadilə buferimiz. Oldu mu? Belə. Mübadilə buferin içərisindəki elementləri mübadilə buferindən silinənə qədər biz onu yapışdıra bilərik. Zaten məntiqlidir də. Bu sözü görürsünüz. Baxın, basaq yapışsın deyək. Yapışdı bura. Təzədən təkrar. Oldu. Biraz mənasız yerə elədik. WinV. Misal üçün bastıq, yapışdı. WinV. Gördünüz? Yenə WinV. Nə qədər istəsə yapışdıra bilərik. Ay müəllim, nə qədər yapışdıra bilərik? Uşaqlar, məntiqən nə qədər yapışdıra bilərsiniz? Həmən fayl, həmən yazı mübadilə buferinə silinənə qədər. İndi nətər yapışdırım mən onu? Yoxsa yapışdıra bilmirəm artıq. Yoxdur da orada. Belə. Bu anlayışda inşallah ki, öyrənmiş oldunuz. Kitabımızda deməli mübadilə buferi haqqında danışmışam. Çox qəşəng şəkildə danışmışam hətta. Bilmirəm hardadır, bir saniyə tapaq. Buraxdı olmalıdır əslində. Faylların seçilməsi haqqında keçən səfər danışdıq. Mübadilə buferi haqqında da danışmışıq. Hər şey burada çox mükəmməl şəkildə yazılıb. Yəni nədir, nə deyil, hamısı burada qeyd olunub. Paste etmək, paste shortcut etmək hamısı burada var. Mübadilə buferin iştirakı olmadan bir şeyin kopyasını almaq və yaxud da yerini dəyişmək. Gəlin bunu da öyrənək elə. Görmüşkən deyim, yadından çıxmışdı məsəl üçün o. Məsəl üçün bunu mən sürükləməklə belə kopyasını yarada bilərəmmi? Yarada bilərəm. Kontrol düyməsinə basırsınız əlinizi. Faylı seçirsiniz. Sonra faylı sürüklüyürsünüz sol düymə ilə. Görürsünüz orada söz çıxır. Copy to. Bastıq, yapışdı. Ay müəllim, mübadilə buferinə düşürmü həmən şey? Düşmür uşaqlar, görürsünüz, paste, boşdur. Amma biz az əvvəl öyrənmişdik, bu kopyaladığımız şeyi yapışdıra bilirik yəni. Amma indi bax, paste yapışdıra bilmirik, əlavə ikinci dəfə, üçüncü dəfə yapışdıra bilmirik. Oldu mu? Boşdur. Çünki mübadilə buferi iştirak etmir. Amma indi gəlin, baxın, new folder, qovluğu götürək, bunu kopyalayaq, yapışdırıram, baxın, bura bir dəfə yapışdıracağım, paste, yapışdı. İkinci dəfə paste, yapışdı. Üçüncü dəfə paste, yapışdı. Görürsünüz, nə qədər istəsə yapışdıra bilirik. İndi gəlin, amma kənar sözünü götürək, kontrol düyməsinə basaq, sürükləyək. Copy to, kopyasını yaratdıq. İkinci dəfə yaratdıq. Düzdür? İndi amma mən sizə desəm ki, gəlin burada bir dənə paste əmrinə basaq. Nə yapışdı? Qovluq. Gördünüz, dördüncü qovluğumuz yaranmış oldu. Gettora. Mən bura kliklədim, o gettora yapışdırdı. Bir dəfə də paste eləsək, yenə qovluq. Gördünüz, 5-ci dəfə yapışmış oldu. Kənar faylı bə niyə eləyənmədik? Çünki kənar faylını biz kontrol düyməsi ilə sürüklədiyimiz zaman kopyası yaranır, amma mübadilə buferi iştirak etmir. Oldu? Bir də yer dəyişmə shift düyməsi ilə belə yerini belə seçib dəyişə bilərsiniz başqa bir yerə. Məsələn, faylı seçdiniz, shift ilə sürüklədiniz o tərəfə. Bu bizdə drag and drop texnologiyası adlanır. Qəbulunuzda bir dəfə də sual düşüb. Nə texnologiyası oldu? Drag and drop. Oldu. Klaviatura düyməsi də nədir? Shift düyməsi. Belə. Hər nəsə, bunları da öyrənmiş oldunuz. Kitabımızda təbii ki, görə bilirsiniz. Hal-hazırda mübadilə buferi haqqında danışdıq. WinV haqqında falan da danışmışam burada. İndi gəlin kontekst menyular haqqında da danışaq. Shift F10 düyməsi vasitəsilə aktivləşir bizim kontekst menyularımız. Gəlin ekranımızı biraz səliqəyə salın. Fayllarımızı ataq gəlir bu qovluğun içinə. Boşda qalmasın, bir işə yarasın qovluğumuz. Burada nəsə var? Aha, belə. Bir faylın kontekst menüsü var, bir qovluğun kontekst menüsü var. Bunların kontekst menüsü deyəndə nə nəzərdə tutulur? Kontekst menünün zaten biz zibil qutusuna öyrənmişdik. Üzərində sağ düyməni basanda açılan menü idi. İndi faylın üzərində sağ düyməni basıram, belə bir menü açılır. Biraz qarışıqdır. Windows 11-in sevmədiyim hissələrindən biri budur. Həm burada göstərir, həm də daha çox deyəndə zaten eyni şeyləri yenə göstərir, yəni burada da göstərir. Orada olan şeylər burada da var. Oldu mu? Open açmaq demək, yəni aç, həmən faylı aç. Bu zaten burada da var, qovluqda da var. Görürsünüz, open, aç. İndi gəlin birinci faylı deyim, sonra faylda olub, qovluqda olmayanları, sonra da qovluqda olub, faylda olmayanları bir-birinə müqayisə edib, zaten kitabımızda da müqayisə edib yazmışam. O şəkildə danışaq bu barədə. Faylın üzərində sağ düyməni basırıq, daha çox deyirik. Baxın, edit, redakta et, qovluqda yoxdur məsəl üçün. New, yenisini yarat, print et, oldu. İndi hal-hazırda biz burada da aça bilirik deyə, burada aç redakta et mənasındadır. Favorilərə əlavə et. Favorilər dediyimiz yer haradır? Qovluğun içərisində bizim home deyə bölməmiz var. Home. Home'un içərisində favori deyə bölməmiz var. Baxın bu hissə. Son istifadə etdiyimiz elə bir fayllardan istədiyimizi favorilər hissəsinə əlavə edə bilərik. Yəni həmən faylımızı götürüb biz buradan favorilər hissəsinə əlavə edə bilərik. Oldu? Düşəcək həmən hissəyə. Məsələn, kənar faylı. Bu getək, baxaq görək düşdümü? Dediyimiz sözü də təsdiqləyək. Mənim kompüter həmişə məni yanıldır. İnşallah ki, ümid edirik ki, oradadır. Qorxu ilə bastıq. Kənarını burada gördük. Düşdü favorilər hissəsinə. Buradan gedir söhbət. Biz qovluğu amma bura favori edə bilmirik. Görürsünüz, elə bir əmrimiz yoxdur. Bunda da başqa bir şeylər olacaq təbii ki. Quick access olacaq məsəl üçün. Onun yuxarı hissəsi. Yəni, bax bu hissə. Onda
quick access bu hissəyə məsəl üçün onu bərkidə bilərik. Bura aşağı fayllar üçün, burada qovluqlar üçün olan yerimizdir. Ayrı-ayrı əmrlərdir. İndi faylın üzərində yenə sağ düyməni bastıq, gəldik bura. Məsəl üçün, bunlar dedik, bu arxivləşdirmə ilə falan bağlı bir şeydir, bunlar başqa bir şeydir. Penviz, yəni nə iləsə aç. Word-u başqa-başqa şeylərlə aça bilərik. Bu daha çox şəkillərdə falan daha yaxşı görsənir. Biraz izah eləmək üçün bir dənə şəkil faylı yaradım. Üzərində sağ düyməni basıram. Görürsüz, şəkildə də tamam başqa şeylər çıxır. OpenViz əmrini tapdıq. Görürsüz, məsələn, Illustrator-la aç, Paint-la, Photo-la, Snipping Tool-la aç və yaxud da deyək başqa bir proqram yüklə, onunla aç. Yəni bir çox şeylə açmaq olar bu faylı. Oldu? Ondan gedir söhbət. Daha sonra gəldik. Bu heç. Bu cığırını kopyala demək, yəni yolunu kopyala, faylın yeri, yerləşmə yeri harası onu kopyala. Share faylı paylaş, sadəcə bu fayla aiddir, qovluğu paylaşmaq olmur. Əvvəlki versiyasına bərpa et. Send to göndər deməkdir. Qurğulara, cihazlara göndər və yaxud da ekrana qısa yolunu göndər. Qısa yol izah yəni danışmışdıq. Cut to copy də zaten bəs etdi bildiyimiz şeydir. Create shortcut qısa yol yaratmaq deməkdir. Delete sil, rename adını dəyiş. Bu isə purpose əmridir ki, xüsusiyyətlərinə bax deməkdir. Oldu. Düşün ki, bu şəkili çəkmişik. Beynimizdə bunun şəklini saxlayaq. İndi keçdik qovluğa. Qovluğun görə kontekst menüsündə nələr var, nələr yox. Pin to quick access əmridir, open əmridir. Bunun biri faylda vardı, amma bu yox idi. Düzdür, terminalla açması üçün bu da qovluğa xüsusən olan bir əmrdir. Yenə bu arxivdə orada da var idi. Bu da faylda var idi, bu da var faylda. Bu əmr sırf qovluğa aid olan bir əmrdir. Including library əmri, yəni kitabxana qovluqlarını əlavə et. Pin to start, start menyuya pin et. Cığırı kopyala, yəni pin to start və yaxud da pin to quick access, bu ikisi zaten qovluğa xas olan əmrlərdir. Send to var idi orada, cut to copy to paste faylda da var idi. Create shortcut var idi, delete rename, xüsusiyyətlərindən baxmaq faylda da var idi. Yəni kitabımızı açaq, əlavələrim olacaq çünki zaten əmrləri burada görürsünüz, düzdür. Misal üçün share əmrini yazmışıq. İndi faylda olan printdir, editdir, openvizdir, new'dur, düzdür. Sonra add to favoridir. Bir də share əmridir, onu yazmağı unutmuşam, əlavə eləyək. Belə şeylər olur. Hər şey mükəmməl olmur. Yəni deməli share əmridir. Oldu mu? Bu faylın kontekst menüsündə var, amma qovluqda yox. Qovluqda olub faylda olmayan including library əmri idi. Pin to quick access'dir və yaxud da pin to start'dır. İkisini bir yerdə yazmışam. Bunun terminalda aç əmridir. Bir budur əlavə olaraq. Bu da qovluqda var, faylda yoxdur. Düzdür? Məncə də başqa bir şey qalmadı. Öz qeydlərinizi apara bilərsiniz. Məsələn, bu qədər kifayət eləyir. Bu faylın, bu da qovluğun kontekst menüsü. Zibil qutusunun kontekst menüsü haqqında da zaten danışmışdıq biz. Başqa ekranın kontekst menüsü haqqında danışacağıq. Ekranın kontekst menüsü çox önəmlidir. Hətta belə üçün göstərib, belə izah edəcəm ki, hər şey normal şəkildə görsənsin. Oldu mu? Bir saniye. İndi gəldik bura. Beləncə görsənir ekranımızın kontekst menüsü. View əmri görünüşdür. Bununla bağlı qəbullarımıza suallar düşür həmişə. Ekranımızdakı elementlər böyük, orta və ya kiçik ölçülərdə görsənə bilir. Large, böyük ölçüləri, mən əlimdən düzəltmişəm deyə görsəndi. Medium, orta ölçü və yaxud da small, kiçik ölçü. Olur mu? Buradan dəyişə bilirik. Arrange deyə əmrimiz var. Nə deməkdir bu? Avtomatik nizamla. Ekranı bu əmr vasitəsilə biz avtomatik nizamlaya bilirik. Gördünüz, buradakı elementlər gəldi, düşdü bura. Nə qədər istəsəm mən bunu bura tutub sürüklüyüm, buraxım, icazə vermir. Kilitləyir elə bir. Hərəsinin özünün yerinə qoyur. Əmri indi passivləşdirsək, rahat şəkildə istədiyimiz yerə qoya bilirik. Gördünüz? Sonra bunları dedik. Bu nədir? Tor xəttləri üzrə düz. Gəlin biraz böyüdək ekrandakı elementlərimizin ölçülərini. Daha yaxşı görsənsin. Aha. Hərəsinin baxın öz yeri var. Bir damcı bunu aşağı belə qoymaq istəsəz, fikirsiz qoya bilmirik, icazə vermir. Və yaxud da bura qoyaq. Və yaxud da istəyirik ki, bunu belə yanında belə dursunlar. İcazə verməz təbii ki, belə şəkildə dursun, qoyun. Çünki hərəsinin özünün tor xətti var ki, həmən tor xətti üzrə düzülüb. Və mən o tor xəttinin yerləşməni ləğv elədim. Baxın indi. Bəx belə görüntü istəyirdik də. Gördünüz necə qoydum. Gətirdik bunu da bura qoyduq belə məsəl üçün. Qəribə bir görüntü yaradıq. Bunu ortalarına qoya bilərəmmi? Gördünüz, aləm qatıb bir-birini. Bu əmrimiz bildiniz nə işə yarayır? Sonra tez-tez müəllimlərin başına oyun açıram. Bu əmri görürsünüz. Ekrandakı ikonları gizlət. Xəbərlər olmur deyə, yəni birbaşa baxanda qalırlar belə ki, görən niyə belədir. Bastım. Şu ekranda heç bir element görsənmir. Yoxdular yəni.
163 çünki. İndi amma basırıq, ekrandakı elementlərimiz göstərmiş olur. Belə. After arrange eləyək, sonra təzədən ləğv eləyək. Sevmirəm bu əmri. Bu əmr aktiv olanda elə bilirəm ki, məni tutub bağlayıblar ora, ona görə ürəyim sıxılır. Azadlıq yaxşı şeydir. Gəldik. İndi eyni şeydir. Burada zaten danışdıq eyni şeylərdir. Sadəcə orada da var, burada da var. Biraz mənə sayıblar. Sort by. Təzəkən qabımıza da düşüb. Ekrandakı elementlərin nizamlanması, yəni düzülüşüdür. Nəyə görə düzülüş var? Ada görə, ölçüyə görə, sonra tipə görə, bir də redaktör tarixinə görə. 4 cür şeyə görə biz buradakı elementləri nizamlıya, səliqəli şəkildə düzə bilirik. Bu sort by-əmridir. Refresh yenilədi, ekranı sadəcə yeniləyir. F5 düyməsidir zaten. Sonra paste əmri mübadilə buferin boş olduğunu bildirir, çünki pasiv görsənir. Undo move, yəni yer dəyişmə eləmişdik yaxınızda da bunu buradan bura götürmüşdük və yaxud da bunu bunun için atmışdıq. Hətta gəlin başqa bir yazı çıxsın orada adını dəyişək. Yazıram qovluq. Düzdür? İndi ekranda sağ düyməni. Bir də problemlə rastlaşırsa, bilin ki, səbəbi həmən qovluğun açıq olmasıdır. Həmən qovluğun açıq olmasıdır. Bir saniyə. Hər nəsə. Bu iki qovluğu bağladıq biz. Hörmət istəyirik. İçində deyir Word açıqdır. Nə əlaqə yəni? Nəsə. Windows 11 əməliyyat sisteminə xas olan biraz səsə şeylər var, bəzi şeylər. Hər nəsə. Artıq qovluğumuzun adını dəyişdik. İndi ekranda sağ düyməni basaq. Görürsünüz undo rename, yəni sonuncu əməliyyat nədir? Adlandırma. Qovluğu sadəcə terminalda aç. Düzdür, əmr interfeysidir. Daha sonra new əmri var ki, yeni qovluq, qısa yol və yaxud da fayllar yarat. Display settings hissəsi var ki, buradan ekran tənzimləmələrimizi apara bilirik. Bu hissədən qəbula, sual düşərmi? Düşməz. Əminliklə deyə bilərəm, amma yenə də bir ehtimal baxarsınız. Qeyri-adi bir şey yoxdur, ekranın parlaqlığını artırıb azalda bilirik. Düşünün, sizdə artıb azalmayacaq çox güman. Amma yəni qaranlıq və yaxud da parlaq edə bilirəm. Gecə rejimini aktivləşdirmək olur. Profilimizə rəng falan verə bilirik. Çox şeylər var əslində burada. HDR görüntü ala bilərik. Ən çox istifadə etdiyimiz şey yazının ölçülərini falan buradan tənzimləyirik. Yəni böyüklüyünü, kiçikliyini. 250-dir də. Bax 100 eləyək. Hətta mən minimal versiyada belə istifadə edirəm. Yəni daha çox şey sığır ekrana. Lap çox balacaymış. Yəni o qədər də çox basmayım. Amma mən ideal istifadə etdiyim şey budur. Sizin üçün 250 qoymuşam ki, yazılar daha yaxşı görsəniz. Ekranımızın ölçüləridir. Fərqli ekran ölçüləri seçə bilərsiniz. Yenə də böyüklüyə, kiçikliyə fərq eləyəcək. Display orientasiya var. Ekranımız, bunu məndən başına da tez-tez oynatıram. Ekranımızı belə yan böyrü çevirirəm. Artıq biraz işləmək çətindir. Mouse aşağı yuxarı edirsiniz. Sağa sola gedir. Sağa sola eləsəz. Aha. 4 saniyə sonra qoyaq olunsun. Ürəyim partladı mənim. İdarə eləmək çox çətindir. Kimlərinsə başına belə bir oynata bilərsiniz. Qısacası, əslində klaviatura düyməsi də var idisə, indi işə yaramır. Alt kontrol, yuxarı, aşağı, sağ, sol düymələr belə olmalıydı. İkili ekranlar üçün funksiyalarımızdır və s. Gəlin buranı mən sizə kitabdan göstərim. Ən xırda detallarına qədər mən araşdırıb yazmışam kitabımıza, oradan oxuyarsınız. Misal üçün, baxın, buradan necə qəşəng yazılır. Yəni, bəzi tələbə deyir, mənim kontrim yoxdur, nə isə yaza bilmirəm, idarə edə bilmirəm və s. ehtiyac yoxdur. Yəni, sənin üçün zaten bu kitab kompüterdir. Hər bir şey gör necə gözəl yazılıb. Məsələn, view-nun içində olan alt əmrləri belə yazmışıq. Hər şey burada qeyd olunub. Oldu mu? Görsənir yəni. Görürsünüz? Qəbul sualı, yəni 100% qəbul sualı. Buranı görürsünüz, display settings hissəsidir. Zaten sıralama ilə gedirəm. İçində olan şeylərin hər bir xırdalığına qədər, bax burada qeyd eləmişəm. Çox möhtəşəmdir. Buradan baxıb öyrənərsiniz. İndi mən ekranda yenə sağ düyməni basıram. Ən axırıncı əmrimiz personalize əmrimiz qaldı. Bastıq ona. Bu da ekranımıza şəkil falan yerləşdirmək üçün istifadə etdiyimiz əmrlərdir. Personalize bölməsində birinci hissəmiz background, arxa fon. Arxa fon şəklini siz buradan seçə bilərsiniz. Ekrana şəkilmi yerləşdirək, tək bir rəngimi yerləşdirək, slideshow eləyək, yoxsa Windows'un özünün verdiyi şəkillərimi yerləşdirək deyə əmrləriniz. Windows'un özünün verdiyi əmrlərdən, məsəl üçün şəkillərdən biri budur. Baxın, slideshow-da da belə olur. Əlavə bir əmr çıxır, görürsünüz. Next background və yaxud da next desktop background. Basırsınız, növbəti backgroundlara, ekran şəkillərinə keçir. Bu əmri yeni görürəm, bu baxaq görək. Buradan backgroundları falan seçmək üçün. Nəsə, next background, növbəti ekran şəkilləridir. Görürsünüz, maraqlıdır. Gəldik, yenə personalize bölməsinə girdik. İndi tək bir şəkil verək.
Slideshow da zaten eynidir. Sadəcə burada şəkilləri özünüz seçməlisiniz. Hə, mən standart olaraq bunu seçim. Seçdim. Həm buradan temaları falan seçə bilirsiniz. Belə bir şeydir. Daha sonra burada maraqlı əmrlərimiz var. Şəklin ekrana yerləşdirilməsi əmrləridir. Biraz bunu izah eləməyim çətin olacaq sizin üçün. Bilmirəm izah edə biləcəmmi, edə bilməyəcəmmi. Sadəcə gəlin biraz fərqli formatda deyim. Bayaq göstərmişdim mən sizə bunu Windows'un klaviatura düymələri, çox mükəmməl klaviatura düymələri. Əgər əldə eləmək istəsəz, rəylərə PDF yazın. Mən sizin üçün bu sənədi bir yolla göndərim. Görərsiniz buradan da. Və yaxud da özünüz hazırlaya bilərsiniz təbii ki. Hər şeyi bacararsınız. İndi düşünün ki, bizim burada bir dənə monitorumuz var. Bu bizim ekranımızdır. Elə. Mənim bir dənə də şəklim var. Şəklim bax bu formada bir şəkil. Qara ilə çəkdiyimdə düşünün ki, mənim şəklimdir. Belə bir şəklim var. Belə bir şəkildir. Aha. İndi bax bu şəkili bu ekrana yerləşdirməyə çalışırıq. Oldu. Bizim əmrlərimiz var təbii ki. Orada əmrlərimizi gördünüz. Gəlin əmrlərimizə bir dəfə də baxaq. Əmrlərimizdən birincisi fill, doldur demək. Nə deməkdir ki bu? Biz nə edirik? Elə bil ki, WhatsApp profilinizə şəkil qoyursunuz. Götürür bu şəklini bu ölçüdə kəsir, tam olaraq bunun içərisinə bu şəkli yerləşdirir. Qıraqlarından, sağından, solundan, yuxarısından, aşağısından hər yeri kəsilə bilər şəklin. Əsas odur ki, bu kvadratın içərisi dolsun. Yəni kvadratın içərisini doldur deməkdir. Doldur, ekranı doldur. Oldu? Daha sonra fit deyə əmrimiz var ki, orada. O orijinal şəkli, sənin orijinal şəklin budursa, bu şəkli birə-bir bura yerləşdirir, özü kimi yerləşdirir. Elə bil ki, həmin şəklin ölçüsü ilə budur yerləşdirdik. Yuxarısı, aşağısı qalır, bax beləsinə boş. Bu hissələrə sən nə rəng seçirsənsə, qara seçirsənsə qara, ağ seçirsənsə ağ, rəng əlavə eləyir. Bu fit rejimidir. Hansı rejimdir? Fit. Fit budur. Daha sonra orada center əmri var ki, şəklin mərkəzi haradırsa, orta hissəsi də mərkəzi. Həmin mərkəzini ekrana tam olaraq yerləşdirir. Yəni sən daha çox ekranda mərkəzi görmüş olursan. Elə düşün. Şəkil yerləşir, fil kimi doldurulursa mərkəzə fikir verirsən. Tile deyə əmr var ki, şəkli hissəciklərə bölüb ekrana yerləşdirir. Bəzi şəkillərdə isə şəklin yuxarı hissəsi elə bil ki, ekranda görsənir tam olaraq. Belə bir şeydir. Daha sonra stretch əmrimiz var ki, stretch bu nədir? Bu da maraqlı əmrdir. Bunu da göstərə bilərəm məncə burada. Düşün ki, sizin şəkliniz, orijinal şəkliniz buydu. Şəkli bura normalda elə bilin ki, fit eləyib yerləşdirirsiniz. Sonra da dartışdırırsınız şəkli. Hansı hissələr ki, boş qalmamışdı bayaq. Şəkli tutub belə dartıb, stretch kimi düşünün də, yəni nətər deyim onu? Salafan kimi düşünün. Yuxarıdan aşağıdan dartırsınız. Artıq şəkil yamulur. Türklərin bir sözü var, yamulmaq. Ağzı burnu elə bir əyilir. Yəni pis günə düşür, deformasiya olur. Oldu. Şəkil elə bil ki, ridin fasonunu itirir. Stretch əmri bax həmin əmrdir. Bir də span əmri var ki, span maraqlıdır. İkili ekranlarla işləmək üçün olan əmrimizdir. Misal üçün bu sizin bir monitorunuz olsun. Məsələn, aşağıdan bir də çəkim. Bu bir monitorunuz olsun. Bu da elə bir kompüterinizin yanında başqa bir monitorunuz var. Həmin monitorunuz olsun. Bu şəkli belə iki hissəyə bölür. Birinci hissəni yerləşdirir bura, ikinci hissəni yerləşdirir bura. Artıq iki monitora eyni anda baxanda bir dənə şəkli bütöv şəkildə görə bilirsiniz. Bax, bu da span əmridir. İnşallah ki, başa düşdünüz. Ekranda nə qədər də qurmağa çalışsam bu şəkillə də hər hansı bir şey anlamayacaqsınız. Ona görə belə bir izah verdim. Ekrana şəkil yerləşdirmə üsullarıdır. Bunu yadınızda saxlayarsınız. Elə personalizm background hissəsində bizə vacib olan hissə buydu. Buradan da keçdik. Rəng seçməkdir. Ekranın rəngidir, taskbarın rəngidir, yəni buranın start menünün rəngidir. Qovluqlarda bu qıraq rənglərdir. Oldu. Hər hansısa rənglər məsəl üçün. Yazının üstündə olan rənglər, status barda olan rənglərdir. O tipli rənglərin hamısını buradan seçə bilərsiniz. Məsəl üçün Windows əməliyyat sisteminə xas olan bir əmrdir. Gəlin görək kitabımızda bunu necə yazmışıq. Bu hissəyə baxarsınız. Baxın, burada yerləşdirmə haqqında danışmışıq. Görün necə qəşəng görsənir. Bu hissəni görürsünüz. Bax bu hissə burada yazılıb. Deyir pəncərələrin və menülərin şəffaf görünməsini təmin edir. Görün onu sizə göstərə biləcəmmi? Hiss edə biləcəksinizmi onu? İnanmıram görə bilərsiniz. Çünki Məsələn, baxın, bunun üzərində sağ düyməni basıram. Fikir versiniz, o pəncərədir. O pəncərənin altındakı sarılığı hiss edə bilirsiniz. Altdakı sarı qovluğun. Və görürsünüz, bax, üstündə açıram, sarı qovluq. Yox da bunun üstündə açaq. Burada görsənmədi. Burada da bana üstünə bax, kənar şərfli qovluq sarı deyə sarılığı hiss eləmək olur, bax, bu hissədə. Bax, həmən əmrimiz aktivdir deyə həmən şeyi biz görə bilirik. Baxın, bağlasaq, bu effekti. Bağlasaq, oldu. İndi baxın,
Heç bir şey görsənmir. Sarılıq zad yoxdur. Görürsüz? Ha budur. Yəni elə bir açdığımız pəncərələrin alt hissəsini görmək. Effektdir bu. Bir effektdir. Bu hissəni yaxşı şəkildə oxuyarsınız, tam başa düşəcəksiniz zaten. Hardaydı? O bu hissədə. Mikadır. Bunlar biraz fərqli-fərqli anlayışlardır. Bu anlayışlar biraz xarici ədəbiyyatlardan falan tapmışam. Yəni dilimin heç bir vəsaiti yox idi deyə, yəni imtahanımız da hal-hazırda belə deyək, imtahanımıza bir həftə qalıb və hələ də dilimin vəsaiti yoxdur deyə biz, yəni mən özüm xarici mənbələrdən tapdığım məlumatları kitabımıza qeyd eləmişəm. Odur ki, siz də bu hissələri oxuyub tam rahat şəkildə yəni başa düşərsiniz. Odur. Əsas bizim üçün lazım olan buydu. Bunda nə olduğunu mən sizə zaten dedim. Daha sonra başqa görək nəyimiz var, nəyimiz yox. Buradan rənglər falan seçir. İstəmirəm oynadım bunları. Ona görə geri qaydırıq. Tema hissəsinə giririk. Tema yadınızda saxlayın, belə bir suallar da var zaten kitabımızda. Tema özündə 4 dənə alt qrupu birləşdirir. Backgrounddur, rəngidir. Mouse'un göstəricisidir, səsdir. Windows'un bəzi susmaya görə olan səsləri var ki, onu buradan dəyişə bilərsiniz. Üstün nələrsə düzgün eləməyəndə çıxan səslər, falan falan kompüter açılanda olan səslər, nəsə alınmayanda olan səslər, onların hamısını buradan dəyişmək olur. Mouse'un göstəricisini buradan dəyişmək olur. Ölçüsünü falan mouse'un böyüdə bilərsiniz. Hal-hazırda görürsünüz, böyük bir mouse'la işləyəcəyik. Ən minimal yenə nə onu qoyum, ürəyim sıxılmasın. Sonra başqa görək nələr var burada. Məsəl üçün, yazı yazanda belədir, bunları dəyişə bilirsiniz. Linkin üzərinə klikləndə belədir, bunların hamısını dəyişə bilərsiniz. Misal üçün, bunu qum saatı işarəsi ilə dəyişmək olar. Nəsə yüklənən zaman, məsəl üçün, dairə yox, qum saatı olsun və s. Görürsünüz, nəsə qadağan olanda bunlar təbii ki, dəyişmək olur. Mouse göstəricilərdir. Oldu. Bu xırısı kliklərində səhv eləmirəmsə, bir saniyə baxım. Bilmədiyim yerdən oldu. İndi anlaşdım. Elə bilin ki, mouse ekranda hər hansı bir yerdə qalıb, bəzən olur axı, ekranda baxsan ki, mouse yoxdur. Kontrolə basıb məsələn mouse'un olduğu yeri görürsüz. Bildiyim bir şey, istifadə etdiyim bir şeydir, sadəcə niyəsə ilişdim qalıb. Ev yoxdur, olur bəzən belə şeylər. Görürsüz, maraqlıdır. Kontrol düyməsine basanda öz yerini göstərir. Bu şeydir. Mouse öz arxasınca belə şey. Adamı gic eləyər, yəni 2 dəqiqə belə işlə, bir də gördünüz ki, başınız fırlana-fırlana kompüterin arxasından durmuşsunuz. Məsələn, mouse'un sürətini artırıb azaltmaq olan hissəmizdir. Yəni o şeyin mouse'un sürəti deməkdir. Yəni arxasında olan bu şeylərin başa düşə bilirsən. Sayını deyək. Sayını artırıb azaldan əmrdir. Aynası. Mouse'un kölgəsi deyir. Deməli, baxaq, təzə gəlib bu da. Tuta bilməm. Gedək oxuyaq görək bu nə idi? Deyir altında göstərir mouse'un kölgəsini. Belə bir şey deyil. Hər nəsə bu qalsın. Lazım olsa mən də baxaram. Hər nəsə qısacası mouse'la olan çox qaldıqca çox şey çıxır, ona görə boş verin. Bunlar qəbula düşərmi? Yox, təbii ki, bunların hamısı sayda olan bir şeydir. Burada bir dənə də mouse'la bağlı maraqlı əmr var. Bu sağ əl ilə və ya sol əl ilə işləyən adamlar üçündür, tələbələr üçün deyək. Məsələn, nə deyim? Artıq mən sol düyməni basanda elə bir sağ düyməni basmış oluram. Sağ düyməni basanda sol düyməni basmış oluram. Solo high sağ, artıq sola basıram, nə qədər basıram açılmır. Çox pis bir şeydir. Nəsə, düzəltdik. Yenə baxın sağ düyməni basıram üstündə olmur. Bu da qəşəng birisi oldu. Kimisə başını oynatmaq olar. Ağlıma təzə bir şey gəldi. Müəllimlərin kursu başını oynatmaq üçün bu əmrdən istifadə eləyəcəm. Siz də kimisə başını oynatmaq üçün istifadə edə bilərsiniz təbii ki. Yazıqlar sol düyməni basmaq istəyəcəklər, görəcəklər ki, heç bir reaksiya yox. Əla. Bildiniz də hardadır uşaqlar. İndi sağ düyməni basıram bunun üzərində, artıq əmrimiz sol deyə. Şuşallaha düzəldim. Bu mouse'un sürətini artırandır. Bunu da hassasiyyət deyirik də buna. Yəni toxunmasa daha yaxşı, çünki indiyəcən belə vərk eləmisiniz. Sürətini artıranda fikir verin, bir damcı mouse tərpədən kimi idarə edə bilmirsiniz. Məsələn, üçün gəlib burada nəyəsə basmaq istəyirəm, bu oxa basmaq istəyirəm, zülmlə gəlirəm, çünki vərk eləməmişəm. Və yaxud da ən zəifə qoyuram sürəti. Mouse'un səsini eşitdinizdə nə qədər o üzə bu üzə dartıram, zülmlə gəlir. Gözlüyün idarə etmək biraz çətindir. Ona qoyum, əvvəlki versiyasında qalsın. Bil, mouse-la bağlı müəyyən əmrlərimiz ki, buradan oynaya bilərsiniz. Mən də çox bir şeyə baxmamışam, əslində qayıdıb baxaram sonradan. Belə. Tema hissəsində fərqli temalarımız var. Təbii ki, onları seçib ekrana yerləşdirə bilərsiniz. Maraqlı bir temadır. Bilmirəm siz necə görsənəcək. Rənglər mənim kompüterimdə, yəni bu kompüterdə çox möhtəşəm görsənir. Fərqli-fərqli rənglərdir. Görək başqa temalar varmı?
Bu da qəşəngdir, bunu da qoymaq olar. Belə davam eləyə istəyirsinizsə. Aha. Görürsünüz, fərqli bir temada seçmişik. İnşallah ki, videoda da çox qəşəng şəkildə düşür. Belə, temaları buradan dəyişmək olar. Desktop icon settingsdir. Yəni, ekrandakı ikonların tənzimləməsi. Biz buradan ekranımızdakı o vacib elementləri gizlətdim, baxın, gördünüz, heç nə qalmadı ekranda. Və yəni həmən hissəyə girib, personal hissəsinə girib, tema hissəsinə girək. Tema hissəsindən təzədən neyə bilərik? Göstərə bilərik. Kitabımızda zaten ilk hissələrdə yazılıb nəyin şəklini dəyişmək olar və ya olmaz deyə. Yadınızda saxlayın. Boş zibil qutusu falan filan, dolu zibil qutusu, onlara fərqli şəkillər vermək olur. Bir dənə kontrol panelidir ki, görürsünüz zaten bu siyahıda yoxdur. Onun şəklindən başqa yerdə qalanların şəklini dəyişmək olar. Məsələn, kənar şərfini seçək. İkon, fərqli bir ikon verək ona. Misal üçün belə bir şey, aşağıda doludur. Fərqli hər cür versiyada ikonlarımız var. Nə bilim, nə istəsiniz verə bilərsiniz. Birinci ilə mən rastgele bastım. OK dedik. Artıq gördünüz, belə oldu. Gəldi ekrana. Baxın, kənar şərfli qovluğun görüntüsünə. Bir dənə kontrol panelin şəklini dəyişə bilmirik. Təzən onu necə bərpa eləyə bilərik? Çox qurcaladıq deyək ki, yəni tema hissəsinə girirsiniz. Tema hissəsində gəlirsiniz bura. Kənar şərfli qovluğunu seçib Restore Default, yəni susmaya görə bərpa etdiyirsiniz, əvvəlki vəziyyətinə qayıtmış olur. Və salam. Temada da başqa bir şeyimiz qalmadı. Lazım olacaq şeylər dedik. Işıqlandırma ilə falan bağlıdır. Ekstra bir şeyimiz yoxdur burada da. Sonra ekran kilidi ilə bağlı əmrlərimizdə ekranımız kilidli olanda necə olsun şəkli. Buradan şəkilləri falan seçə bilərsiniz. Mən Windows'un özünü qoymuşam. Məsələn, ekranda nələr görsənsin kilidli olanda, hava durumu falan görsənir məndə deyək ki. Daha sonra zamanını buradan tənzimləyə bilirsiniz ki, nə qədərdən sonra ekran kilidlənsin və s. Bu hissədir, bateriya ilə falan bağlı əmrlərimizdir. Burada maraqlı bir əmrimiz var. Screen save əmridir ki, illərdir zaten bu əmrimiz var. Basırıq üzərinə ekran qoruyucusu deməkdir. Baxın, burada belə bir şey var. Deyir ki, non əmrini dəyişək, məsəl üçün şarcıqlar eləyək. Elə bilin ki, 1 dəqiqə keçəcək. 1 dəqiqədən sonra əgər kompüter hərəkətsiz, sən hərəkətsiz qalırsansa, heç bir şeydən istifadə eləmirsənsə, 1 dəqiqədən sonra bax, ekranın görüntüsü belə olacaq. Görürsünüz, baloncuqlar çıxacaq. Belə maraqlı ekrana baxacaqsınız. Mouse tərpədəcəksiniz, qaldığınız yerdən davam edəcəksiniz. Oldu. Amma bu əmrə bassaq, bu çox maraqlı əmrdir. Amma gərək bunun üçün 1 dəqiqə gözləyək, o qədər zamanınızı almaq istəmirəm. OK dedik, düzdür. 1 dəqiqə keçəcək, baloncuqlar gələcək. Siz mouse hərəkət elətdirəndə artıq qaldığınız yerdən davam edə bilməyəcəksiniz. Deyir, davam et. Hardan? Kilid ekranından. Artıq kilid ekranından gərək parolunuzu yazasınız ki, ondan sonra davam edə biləsiniz. Bir il bu əmrlə müəllimlərin başına oyun açmışdım. Kursda sən demək uşaqlara, tələbələrə yəni dərsləri izah eləyərkən söhbət gedir hardasa 2018-ci ildən. Tələbələrə dərsləri izah edərkən bu yanılı qalıb, yəni unutmuşam, yanılı qalıb. Qəsdən eləməmişdim əslində. Növbəti gün başqa bir məntiq müəllimi deyək ki, dərs izah eləyən zaman yazıq sualı izah eləyirmiş, 1 dəqiqə keçirmiş, baloncuqlar gəlirmiş ekrana. Təzədən qayıdıb parol zadı yazırmış və s. Parol yoxdursa, təzədən klikləyib qaldığı yerdən davam eləyirmiş. Yazının başına beləncəsinə bir oyun açmışdım, bir dərs eləncini idarə eləyib. Axırda mausu tələbəyə verib ki, sən hərəkət elətdir, mən dərsimi keçim. Bu şəkildə bir maraqlı gün olmuşdu. Sizlər müəllimlərinizin başına oynata bilərsiniz. 3D tekstlər var. Məsələn, istifadə edirəm. Girib teksti buradan dəyişə bilərsiniz. Misal üçün, magister ol ilə birləşməyəcək. Magister ol ilə magister ol. Düzdür? Yazdıq. OK dedik. Preview deyək. Düşünün ki, 1 dəqiqə keçəcək. 1 dəqiqədən sonra görüntü olacaq belə. Magister ol ilə magister ol. Adınıza layiq. Mətnlərin sürətini, dəyişmə, yerləşmə yerini falan filan buradan dəyişə bilərsiniz. İndi biraz fərqli cür hərəkət eləyir, görürsünüz. Preview deyək. Bu şəkildə bir hərəkətimiz olacaq. Çox xoşuma gəldi. Yaza bilərsiniz. Ağıllı ol, mənim kompüterimə dəymə. Biz də ləğv eləyək. OK deyək çıxaq. Görək başqa nəyimiz qaldı. Yerdə qalan hissələr çox da vacib hissələr deyil. Mətndən falan bağlanan əmrlərimizdir. Mətnlərimiz necə görsənsin. Bu hissələri özünüz qurcalaya bilərsiniz. Start menü haqqında danışmışıq zaten. Taskbar haqqında, font haqqında səhv eləmirəmsə danışmışdıq. Font haqqında, yəni klaviaturadakı olan şriftlərimiz, yəni hər hansısa bir fayl, deyək ki, Word-ə girmiş, Word-ə yazdığımız yazı şriftlərimiz barəsindədir bunlar. Bura başqa yerdən də girmək olur. Başqa da bir şeyimiz qalmıyor zaten. Bunlar danışdığımız şeylərdir.
Yaddaşla falan bağlı bir şeylerdi. Yaddaş yok, başqa bir şey. İndi açırıq kitabımızı, həmən hissəmizdə kitabımızda çox sərgəli şəkildə qeyd olunub, təbii ki, hamısını yazmışam. Görürsüz, kilit ekran haqqında danışmışıq. Buranı işıqlandırma ilə bağlı olduğunu bildiniz. Baxın, həmən o screen save pəncərəsini belə ekrana yerləşdirmişik. 20 dəqiqədən sonra şartlıqlar gəlsin. Oldu. Bu əmri də yadımızda saxlayaq. Sonra mətnlərlə bağlı buranın dediyi zaten start taskbar funksiyanı yazmışıq ki, burada danışmışıq, artıq danışmağa ehtiyac deyil. Digər hissə Windows mən sənin necə istifadə edəcəyim deməkdir. Yəni bu hissəni görürsüz, tək-tək burada qeyd eləmişəm. Yəni sən kompüterindən hansı yöndə istifadə etmək istəsən, təbii ki, onu seçirsən, kompüterdə o yöndə sənə kömək olmuş olur. Oldu. Belə personalize bölməsini artıq yekunlaşdırmış oldunuz. Digər hissələrdə Windows'un Accessories hissələrinə baxaq. Yəni Windows'un standart proqramlar paketi. Yəni Windows-la bağlı olan proqramlarımızı bura qeyd edib, onlar haqqında məlumatlarımızı da yazmışam. Çox qəşəng şəkildə hər şey burada da görsənir. O hissəni də özünüz oxuyarsınız. Deyək ki, Word-ümüz bitdi. Artıq növbəti hissədə bizi Word nədir? Windows-umuz bitdi. Növbəti hissədə artıq bizi nə qarşılayacaq? Word. Düzdür? Word. Belə. Artıq bu da bizim Windows 11 əməliyyat sistemimiz. Bir qeyri-adi görsənsə belə, əslində hər şey tərcüməyə dayanıb. Yəni hər şey tərcümədir. Tərcüməni mükəmməl şəkildə bilirsənsə, ingilis dilini biraz mükəmməl şəkildə bilirsənsə, təbii ki, bu proqramın üstəsindən də çox möhtəşəm şəkildə gələcəksən. Belə. Yenə belə deyək, öz bilmədiyiniz şeylər yazarsınız, sıraya bölməsinə mən sizə izahlarımı verərəm. Windows 11 əməliyyat sisteminin test izahlarını istəyirsiniz, sonraya bölməsinə qeyd edərsiniz. Onun izahını verərik sizin üçün. Əlavə olaraq mən sizin üçün burada yenə deyirəm, sənəd hazırlamışdım, düzdür? Həmən sənədi istəyirsinizsə, rəylərlə PDF yazmanız kifayət. Çox möhtəşəm Windows 11 qısa yollarıdır. Ümumi Windows 11 qısa yolları, yəni klaviatura qısa yollarıdır. Hər şey var burada. Sizə lazım olacaq hər bir şey. Belə. Sağ olun. Növbəti video izahlarda görüşmək ümidi ilə imtahanda hər birinizə uğurlar.